Sən öz övladını nə qədər sevirsən? And olsun İmam Zamana, İmam Zaman səni, sən öz övladını istədiyindən dəfələrlə artıq müqayisə olunmaz dərəcədə artıq sevir. Bəzən də gələr başımıza bir sığal çəkər, gedər. Xəbərimiz də olmaz. İnsanın gərək elə bu aylarda xüsusən imamı yadından çıxmaz. Səhər durdun yuxudan, insan yuxudan duranda Bismillahirrahmanirrahim deyər. Elhamdülillah Rabbil alamin deyər ki, ilahi nə yaxşı. Durdum, salamatam, hər şey yaxşıdır. Ondan sonra elhamdülillahdan sonra deyər, Əssalamu aleyk ya Mevla, ya İmam Zaman. Sabahın xeyir olsun alaca. Nə yaxşı olar insan iftarda bir imamını yad eləyər. İmamına dua eləyər, imamını Allah qəbul eləsin deyər. İmam Zaman barədə insan eşidə, oxuya, düşünə, hətta surudlara qulaq asa çox təsirlidir. İnsanın imamı barəsində mərifətin artır.